Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məmmədov dairəsinə yaxın 3 sot torpaq sahəsinin üzərində Babelə Bey, həyətinin çıxır Allah həqiqəsin onların mülkünə bərəkət versin və istədiyi mülkiyə sahib olsun inşallah. Bir zal, 2 yataq, bir mətbəx, bir sadəcə edilən ibarətdir. Sənəd köhnə bələdiyyə qiymət 95 min manat və əşyaların belə demək olar ki 80% qaldı. İnşallah həyəti təqdim edəcək sizlərə və sonra keçiriləcək evin içərisini təqdimatına. Həyətində bax gözəl belə bir yay bisetkası. Həqiqətən də tərifə ehtiyac yoxdur. Göz qabağındadır. Yay bisetkasını sizlərə təqdim edək. İlk öncə belə bir səliqəli yay bisetkası var həyətdə. Tam yaşıl, həmişə yaşıl ağaclar, dekorativ ağaclar və sonra keçəcək bir hissəsini sizlərə təqdim edirəm və üzbər hissəsində də eyni qayda ilə belə deyək, bunu da təqdim edəcəm sizlərə. Burada da həyətdə ayrı-ayrılıqda sancel hissələridir. Bunu da sizlərə təqdim edək və sonra keçirəcək evin içərisini təqdimatına. Bu da giriş hissəsi. Və inşallah daxil oluq evin içərisini təqdimat hissəsinə. Allah həqiqəsin ondan mülkünə bərəkət versin. Keçirik evin içərisini təqdimatına. Bu da giriş hissəsi. Geniş bir koridor və şəxsi tiklidir. Öz üçün tikilməyədir. İlk olanca sağ hissədən bir səliqəli bir zalı var və qeyd etmişik. Əşyaların 80% demək olar ki qalacaq. Reallıq olarsa endirimi də olunacaq inşallah. Və keçirik digər otaqların təqdimatına. Burada da belə böyük bir yataq otağımızdır. Bunu da sizlərə təqdim edək. Sonra keçək digər yataq otağının təqdimatına. Burada da bir yataq otağımızdır. Və sonra eynən giriş hissəsini sizlərə göstərək koridorunu. Və mətbəx hissəsini təqdim edirik. Mətbəx hissəsi səliqəli bir mətbəxdir. Və sancı hissəsinin təqdimatını. Sancı hissəsi tam hazır bir vəziyyətdə işıqlandırma güzgü moydalara qədər qoyulub. Və qeyd etdiyimiz kimi Məşdağa Məmmədov dairəsinə yaxın bir ərazidədir. Qeyd etdiyimiz kimi çoxdan torpaq sahəsinin üzərindədir. 5-6 daş gözlüdür və sənəd köhnə bələdiyyə yaşayışlı evdir. Kommunallar nə qədər var və ilkin olaraq qiymət 95 min manatdır. Reallıq olarsa ev sahibi tərəfindən də endirim olunacaq və səhifəmizi izlədiyiniz üçün Məşdağa Əmlak Əməkdaşları və Rəhbərliyi adına sizlərə dərin təşəkkürümüzü bildiririk.